Türkiye bütün qonşularına saldırsa nə olur? Türkiyənin ilk ədəbi zəif qonşuları olardı. Belə də tezcə işləyib bu ölkələri işğal edərdi. Ardından Suriya, İran, İraq gibi dövlətlərə saldırardı və qısa sürədə işğal edərdi. Balkanlar Türkiye'nin bu böyleliğini görən kimi tez Türkiye'ye müdahale eləmək istəyərdi. Amma Türkiye əgər ki bizə bir işğal gətirərsə sizi bitirərəm dedi və Balkanlara təhdid gəldiyi üçün Türkiye'ye savaş ilan elədilər. Güçlü Türk ordusu Balkanlarda birinci ilerlemeye başlasa da Balkanlar sonradan güçlü Yunanistan, Bulgaristan, Sırbistan ve Romanya əsgərlərinə qarşı çətinləşərdi. Ama yine de bütün gücüyle savaşan Türkiye hələ də Balkanlara böyük zarar vermiştir. Balkanlar artık bu savaşın böyüdüğünü desə də, yenə də Türkiye barış imzalamayacağını demişti. Böylece Türkiye'nin istərinə girsələr də, yenə də güclü Türk ordusu həmişə onları geri çəkirdi. Bir o alır, bir bu alır, bir o alır, bir bu alır. Bunu gören Türkiye bütün gücüyle hələ də gedirdi. Ama bu savaşı Birleşmiş Milletler bu savaşın çok uzadığını dediler. Ama onlar umursamasa da Azerbaycan da Türkiye'ye katıldı. Pakistan'ın dəstəyini olan Türkiye 10 dənə güçlərə sahip olmuştur. Və artıq Balkanlar bütün səfərbərlik ilanlarından gələn şeyləri alar və bütün hər şeyi silərlər. Türkiye təzədən o köhnə torpaqlarını itirər və ardından Balkanlar bütün qonşularına saldırı almağa başlar. Bu saldırıların qabağında dayana bilməyən Türkiye məcburən barış istəyir. Amma onlar qəbul eləməsələr də Türkiye artıq barış vermirəm, yoxsa ver. Əgər qəbul eləməsələr sizi bitirmək zorunda qalacağım. Amma onlar heç bir şəkildə dinləməyədilər və ilk olaraq Türklər bu elədilər. Part 2 üçün gələcək videonu gözləyin.